Əraf surəsinin 17-ci ayəsində Allah Müteala şeytanın adından buyurur. Sonra onların önlərindən, arxalarından, sağlarından və sollarından onlara vəsvəsə eləyəcəm və onların əksəriyyətini şükr eləyən görməyəcəksən. Bu ayə haqqında İmam Baqir əleyhissalam təfsirlərinin birində buyurur. Şeytanın öndən vəsvəsə eləməsi insanlara öz axirətlərini unutturması deməkdir. Arxalarından vəsvəsə eləməsi isə insanları dünya malına həris eləməkdir. İnsanlar öz mallarını gələcək nəsillər üçün toplayaraq nə özlərinə xərcləyə bilirlər, nə də gələcək övladlarına xərcləyə bilirlər. Sağdan vəsvəsə eləməsi isə insanı öz dinində şəkkə, şübhəyə salmasıdır. Qəlbində şübhə toxumları əkməsi deməkdir. Soldan vəsvəsə isə insanda dünya şəhvətinə, şəhvani ləzzətlərə meyl yaratması deməkdir. İbn Abbasdan bu ayənin təfsiri haqqında soruşduqda ki, niyə görə şeytan yuxarıdan və aşağıdan insana nüfuz eləyə bilmir, vəsvəsə eləyə bilmir, o belə cavab verir. Çünki Allah yuxarıdan onun vəsvəsələrinin qarşısını alıb, o qapını onun üzərinə bağlayıb. Yuxarıdan ancaq Allahın rəhmət yağışı insana nazil olur. Aşağı isə, yer isə bizim yaradılışımız olduğuna görə, xislətimiz sayıldığına görə şeytan da bizim yaradılışımıza təsir eləyə bilmir. Ona görə yuxarıdan və aşağıdan şeytan bizlərə vəsvəsə eləyə bilmir. Allah Quranın digər ayələrində dəfələrlə şeytanın açıq-aşkar düşmənimiz olduğunu buyurur. Ona görə də biz özümüzü Allaha sığınaraq ondan pənah aparmalıyıq və müxləs bəndələrdən olmalıyıq ki, şeytan bizlərə müdaxilə eləyə bilməsin.